Salam şagirdlər. Bugün biz Gülnara Umudovanın Narıncı test kitabından interrogative sentence, yəni sual cümlələr mövzusuna baxırıq. Birinci sualda University are you applying for? Baxın, apply for müraciət etmək. Deməli, universitetə sən müraciət edirsən. Biz əgər sual versək, deyə bilərik ki, hansı universitetə sən müraciət edirsən? Və hansı sualda olacaq? Which university, yəni hansı universitetə? İkinci sualda are you waiting for? Sən gözləyirsən. Sən gözləyirsən, biz deyə bilərik for sözünün görə who. Who for? Yəni kimi gözləyirsən? Kim üçün gözləyirsən? Əgər cümlənin sonunda bu formada sözün işlənibsə, cümlənin əvvəlində who deməli sual sözü işlənə bilər. Digərləri isə A variantında kimin, necə, when, nə vaxt, why, niyə? Deməli, yanlış cavablardır. Üçüncü sualda do they fly to Sharm el-Sheikh twice a year? Deməli, onlar uçurlar bura ildə 2 dəfə. İldə 2 dəfə deyirsə, biz sual verməliyik ki, neçə dəfə, nə qədər tezliklə, daha doğrusu, nə qədər tezliklə sualı how often olacaq. Biz when desək, when konkret zamanı bildirir. Və yaxud da since when desək, yenə də konkret bir vaxtı bildirəcək. Konkret bir tarix lazımdır. Lakin ildə 2 dəfə, həftədə 1 dəfə, gündə 1 dəfə bu kimi cavablar verilirsə, biz həmin sualı how often-la verməliyik. Dördüncü sualda have you been sent such a threatening message? Sən belə deyək, kimisə qorxudan mesajlar göndərmisənmi? Təhdid mesajları göndərmisənmi? Have you been görürük burada və have you been-ə görə biz deməli baxmalıyıq ki, when have you been, yəni indiki bitmiş zamanla nə işlənməlidir? Cavab variantlarından since when və how long həmin indiki bitmiş zamanla işlənir. Lakin when-dən və what time-dan sonra have, has, had gəlmir. 5-ci sualda of this listenings is Mrs. Gülnara going to include in her book? Bu dinləmələrdən deyə bilərik ki, deməli, Gülnara öz kitabına daxil edəcək. Bu dinləmələrdən neçəsini deyə bilərik? How many? Və yaxud da bu dinləmələrdən hansını? Which götürmək olar. Nə və yaxud da kimin belə deyək, tərcümə ilə bu cümləyə uyğun gəlmir. 6-cı sualda is a lady in red dress? Deməli, qırmızı paltardakı xanım. Qırmızı paltardakı xanım, yəni yenə tərcümə ilə baxsaq, deyə bilərik ki, haradadır və yaxud da nəçidir, peşəsini soruşa bilərik what-dan. Kimdir deyə bilərik, who. 1, 2, 5 doğru cavabdır. Nə vaxt və yaxud da kimi yenə də tərcümə ilə həmin bu cümləyə uyğun gəlmir. Baxırıq 7-ci suala. Book is the best. Bax, book sözü kitab. Kitab sözünə uyğun olaraq tapırıq ki, kimin kitabı ola bilər bu? How book doğru deyil, düzdür. Tərcümə baxımından how necə demək olsa da, how'dan sonra bu formada isim işlənmir. Biz necə kitab demək üçün which book deyə bilərdik. Və yaxud da yenə cavab variantlarına baxırıq ki, what kind of book? Bu da elə nə cür bir kitab? Which book? What kind of book? Yəni which də olsaydı doğru cavab kimi götürmək olardı. Who book və ya whom book olmaz. Whose book? 1-5 doğru cavabdır. 8-ci sualda invaded our western lands. Bizim qərb torpaqlarımızı işğal edib. Yenə baxırıq ki, burada təbii ki, kim işğal edib deyə bilərik. Who. Nə vaxt işğal edib, necə, niyə, kimin bura uyğun deyil. Baxırıq ki, cümləmizdə invaded xəbərdir, lakin mübtəda yoxdur. Yəni, mübtəda yerində çıxış edəcək bir sual sözünə ehtiyacımız var. Bu da olacaq who. 9-cu sualda have you got this test from? Deməli, sən almısan bu testləri, sonda dan dən verilib. Tərcümə ilə baxırıq ki,
Sən almısan bu testləri kimdən ola bilər? Who from və yaxud da haradan almısan? Where from? 1 və 5 doğru cavablardır B variantı. 10-cu sualda wrong variant, yəni səhv variantı tapmalıyıq. Yəni hansı bura boşluğa uyğun deyil. Nigar have piano lessons. Nigarın piano dərsləri var. Baxaq. How often nə qədər tezliklə? Nə qədər tezliklə dərsləri var? Doğrudur, ola bilər belə bir sual. Yəni həftədə 1 dəfə, 2 dəfə. Daha sonra when nə vaxt? Nə vaxt Nigarın piano dərsləri var? Bu da ola bilər, vaxtını soruşur. What time də elə when-lə eyni mənanı bildirir. Yəni when və what time ikisi də doğrudur. Y variantında boşluq verilib. Nigarın varmı piano dərsləri? Belə bir sual da verilə bilər. Yəni boşluq da ola bilər. Bu da doğrudur. Və baxırıq D variantına. What does Nigar have piano lessons? Nigarın nə piano dərsləri var? Artıq görürük ki, D variantı yanlışdır. Və ona görə D variantını götürürük. 11-ci sualda interrogative sentence doğru. Deməli, sual cümləsini istəyir bizdən. Baxırıq, how often birinci gəlir, doğrudur, sual sözü. Daha sonra köməkçi feilimiz gəlməlidir. Burada köməkçi feilimiz diddir. Baxırıq, B variantında və Y variantında bunlar verilməyib, ona görə yanlışdır. How often did, daha sonra mübtəda olmalıdır, yəni did you, D variantında çıxdıq. How often did you və had olmaz, have deməliyik biz. Tulsuz məsdər formasında gəlməlidir feilimiz. Əgər didlə biz sual veririksə. 12-ci sualda yenə doğru sual cümləsini istəyir bizdən. Birinci sual sözü where, daha sonra köməkçi feilimiz does, did ola bilər. A və B variantını çıxırıq, köməkçi feilimiz yoxdur. Daha sonra baxırıq ki, wants, wanted, yoxsa want. Yenə Y variantı doğru olacaq, çünki feilimiz tulsuz məsdər formasında olmalıdır. Sonuna S artırmaq, ed artırmaq və ya feili dəyişmək olmaz. 13-cü sualda how many copies of the book? Baxırıq ki, yenə birinci sual sözümüz gəldi, daha sonra köməkçi feilimiz gəlməlidir. Bura did və yaxud da were ola bilər. 2 və 3-də bu köməkçi feillər verilməyib. Birinci və 4-cü cümlələr isə doğrudur. Deməli, birinci cümləmiz məlum növdədir, 4-cü cümlə isə məchul növdədir. Baxın, were sold, satıldı və yaxud da mağaza satır. 14. What street? Deməli, hansı küçə? What burada hansı mənasını verir? Baxırıq ki, sual sözü gəldi, yanındakı söz də təbii ki, ona birləşikdir, yəni bir yerdə işlənməlidir. What street, sonra köməkçi feilimiz olmalıdır. Köməkçi feil olan variant D və Y variantındadır, is. Daha sonra mübtədamız gəlməlidir, yəni is she, Y variantı ilə doğru olacaq. Sonra da xəbərimiz looking for. 15-ci sualda when a bath, baxırıq burada yenə sual sözü, köməkçi feil gəlməlidir. Köməkçi feil olanlar does və yaxud da has he doğrudur. Və daha sonra baxırıq ki, has he had verilib. Dəyişiblər feili, ona görə yanlışdır. D variantı doğrudur. Does he have? 16-cı sualda doğru sual cümləsini istəyir bizdən. Baxırıq, birinci sual sözümüz gəlir where. Daha sonra köməkçi feilimiz. Demək, Y variantına köməkçi feil yoxdur. Yeni çıxırıq. Baxırıq ki, diddən sonra has verib yanlışdır. Does'dan sonra has verib yanlışdır. Yəni, feilimiz adi formada olmalıdır. C variantına baxırıq ki, had murad sapə yox. Does murad have sapə olmalıydı. Yəni, ümumiyyətlə köməkçi feil yoxdur C variantında. Feili önə keçiriblər. Və qalır D variantımız. Elə D variantı da doğru cavabdır. 17-ci sualda yenə sual cümləsi. Baxın, burada had to görürük biz. Have to. Deməli, have to modal feilindən söhbət gedir. Have to modal feilindən sual verərkən biz do, does, did köməkçi feillərindən istifadə edirik. A variantında ümumiyyətlə had qabağa keçib yanlışdır. Baxın, C-də də had qabağa keçib had he yazıblar.
Yanlışdır. D variantında didlə yaxşı sualı veriblər, amma has to yazıblar. Burada feilimiz have to formasında olmalı idi. Y variantında yenə had, he, to veriblər, yəni had-i qabağa keçiriblər. Bunlar yanlışdır. Elə B variantımız doğrudur. Baxın, B variantında didlə sual veriblər. Did he have to veriblər. Bu da doğru formadır. 18-də why sual sözü gəldi. Daha sonra gəlməlidir köməkçi feilimiz. Deməli, did. Baxırıq ki, why did mübtəda, did you. Daha sonra feilimiz get tired. Sual cümlələrində, yəni sual quruluşunu bilmək kifayət edir ki, biz cavabı tapaq. 19-da burada görürük ki, who-la deməli sual verilib. Who-la verdiyimiz suallarda əgər who sual sözü mübtədamızdırsa, bu zaman köməkçi feili yazmağa ehtiyac yoxdur. Yəni who-dan sonra feil gəlibsə, köməkçi feili yazmağa ehtiyac yoxdur. Lakin who-dan sonra artıq kimi, kimə mənasını verəcəksə, who-dan sonra mübtəda xəbər varsa, bu zaman köməkçi feil olmalıdır. Məsələn, 1 ilə 2-yə baxırıq. 1-də who did Nur show, baxın, sual sözü, köməkçi feil, mübtəda, xəbər, yəni 1 doğrudur. 2-yə baxırıq. Who did show her drawing to Nur? Who did show yox. Who showed olmalı idi elə. Didə burada ehtiyac yox idi, yanlışdır. 3-də whom showed Nur her drawing? Kimə göstərdi Nur öz rəsmlərini? Deməli, whom olmalı idi burada. Whom did Nur show? Whom did Nur show olmalıdır. Burada ümumiyyətlə səhvlər çoxdur. Köməkçi feil yoxdur burada. Mübtəda ilə xəbərin yeri yanlışdır. Xəbər də etsiz yazılmalı idi. Yanlış cümlədir bu. 4 doğru olacaq. Baxaq. Who showed her drawing to Nur? Baxın, kim mübtədadır? Showed göstərdi. Nəyi? Rəsmlərini. Who mübtəda rolunda çıxış etdiyi üçün burada who-dan sonra köməkçi feil yazılmayıb. 1-4 C variantı doğru cavabdır. 20-ci sualda who for? Kim üçün? Kim üçün? Baxaq. Who-dan sonra köməkçi feilimiz gəlməlidir. Baxırıq, B variantında yoxdur bu, yanlışdır. Who did? Daha sonra mübtədamız olmalıdır. Who did you? Və sent yox, send olmalıdır. To-suz məsdərimiz senddir. T ilə yazılan isə onun keçmiş zamana keçən formasıdır. Biz adi formada yazmalıyıq. 21-ci sualda baxın, burada yenə who verilib. Əgər who-dan sonra xəbər verilirsə, köməkçi feilə ehtiyac yoxdur. Məsələn, baxın bu 3-də who speaks to Nigar? Kim danışır Nigarla? Yəni who-dan sonra xəbər gəlib. Burada do, does yazmağa heç bir ehtiyac yoxdur. Və baxırıq ki, digər birdə who does Nigar speak to? Burada artıq Nigar kimlə danışır deyir. Yəni kimlə danışır olduğu üçün who-dan sonra baxın mübtəda var, xəbər var. Buna görə who-dan sonra does gəlib, doğrudur. İkinci cümlədə who Nigar does yox, does Nigar olmalıdır. Axı sual cümləsidir bu. Və dördüncüdə isə who Nigar speaks to? Burada da köməkçi feilimiz olmalıdır. Baxın, Nigar mübtəda, speak xəbər. Mübtəda xəbər varsa who-dan sonra gərək biz ora köməkçi feili yazaq. 1-3 doğru cavabdır. 22 interrogative sentence deyil. Yenə sual cümləsini tapmalıyıq. Doğru formada olan. How long sual sözümüz oldu. Daha sonra köməkçi feil gəlməlidir. Baxırıq, köməkçi feilimiz diddir. Daha sonra mübtəda, the party. Partydən sonra da təbii ki, diddən sonra last olacaq. Didlə lasted olmaz. Y variantı doğru cavabdır. 23-də Jane's nephew was returned from the USA. Jane'in qardaşı oğlu qayıtdı ABŞ-dan. Has returned bizim xəbərimiz budur. Bu artıq ayrıcı sual cümləsinə aiddir. Bu sualdan heç yazmamışdıq hələ ki bu testdə. Baxırıq ki, burada haslə
Köməkçi feilimiz has olduğu üçün cavabı da elə haslə verməliyik. Yəni ayrıcı suallarda, yəni vergüllə ayrılan suallarda biz bilirik ki, vergüldən əvvəl təsdiq, vergüldən sonra inkar olur və yaxud da əksinə. Və baxırıq vergüldən qabaq təsdiqdir, vergüldən sonrasını inkar götürməliyik. Köməkçi feilimiz də təbii ki, has olmalıdır. Baxırıq hasn't she yoxsa he? Nephew dedik ki, bacı, qardaş, oğlu deməkdir. Yəni kişi cinsində olduğu üçün hasn't he deməliyik biz burada. 24-də uğur read the book till the end. Yenə ayrıcı suallardandır. Baxın, uğur read. Read 3 forması da bəli eyni olan feildəndir. Yəni read, read formasında qalır. Yazılışı eynidir. Yəni uğur read deyirsə əgər, bu keçmiş zamandadır. Əgər indiki zamanda olsaydı uğur reads deyərdim. Mübtədamız tək olduğu üçün xəbərin sonuna s yazardıq. Read dediyi üçün bilirik ki, bu keçmiş zamandadır. Keçmiş zamanın köməkçi feili diddir. Və biz bunu inkarda didn't he formasında verməliyik. B variantı doğrudur. 25-ci sualda Murad goes to Gəncə no more. Baxın, burada no more artıq inkarlıq verilib. Vergüldən sonra olmalıdır. Təsdiq formada. Və köməkçi feilimiz nədir? Goes olduğu üçün təbii ki, does olacaq köməkçi feilimiz və Y variantı does he doğru cavabdır. 26-da sheep eat grass. Deməli, qoyunlar ot yeyir. Eat indiki zamandadır və təsdiq cümlədir. Deməli, inkarda olmalıdır digər tərəfi. Və bu cümlənin də inkar forması don't-la olacaq. Don't they, D variantı doğrudur. 27-də neither Jane nor Tom can come. Nə Jane, nə də Tom gələ bilməz. Burada baxırıq ki, cümlə inkardır. Vergüldən sonra təsdiq yazmalıyıq. Və təsdiqdə köməkçi feilimiz isə can verilib. Can köməkçi feili var deyə modal feili, daha doğrusu, və can modal feilindən də elə cavabı verməliyik. Can they, D variantı doğrudur. 28-də your mother let you play with us. Baxın, your mother let. Xəbərimiz letdir. Let də həmçinin 3 forması da eynidir. Let olaraq qalır. Baxırıq, mübtədamız təkdir. Əgər indiki zamanda olsaydı, feilin sonuna s yazardıq. Yəni, your mother lets olsaydı, indiki zamanda olardı. Let olduğu üçün biz bilirik ki, bu keçmiş zamandadır. Və keçmiş zamanın köməkçi feilinə bunun cavabını verməliyik. Didlə. Cümlə təsdiq olduğu üçün inkarla cavabını veririk. Yəni, didn't she. 29-da Mrs. Brown spent a lot of money on books. Xanım Brown kitablara çoxlu pul xərcləyib. Yenə təsdiq cümlədir. Ardını inkarla verməliyik. Və baxırıq ki, əsas köməkçi feilimiz nədir? Spent, yəni keçmiş zamandadır. Keçmiş zamanın köməkçi feili didlə olacaq. Baxırıq didlə. Didn't she olacaq təbii ki, çünki Mrs. Brown deyir. Xanım Brown olduğu üçün she ilə veririk cavabında. A variantı doğrudur. 30-da Anne has to wait in the hall. Deməli, zalda gözləməlidir. Has to modal feilimizdir. Has to modal feilinin sualı does-la verilməlidir. Ümumiyyətlə, have to, has to, had to modal feillərinin sualı inkarı özü ilə verilmir. Do, does didlə verilir. Daha sonra baxırıq cümlə təsdiqdir. Deməli, doesn't-la olmalıdır cavabımız. Elə bir variant D uyğun gəlir. Doesn't she.